Salam, hər vaxtınız xeyir olsun. Mən Nurlani Muradova. Texnologiya 8-ci sinif 6-cı mövzunun izahı ilə tanış olaq. Ağac üzərində bədii yandırma texnologiyası. Demək, biz əvvəlki mövzularda keçmişdik dekorativ tətbiqi sənət və ağac üzərində oymanı. Demişdik ki, dekorativ tətbiqi sənət incəsənətin geniş yayılmış sahələrindəndir. Bəs bədii yandırma nədir? Bədii yandırma ağac məmulatların bəzədilməsi üçün nəzərdə tutulan dekorativ sənət növüdür. Yəni bəzədilmə növüdür, belə deyək. Yandırma üsulu ilə hansı məmulatlara naxış salınır dedikdə, yandırma üsulu ilə suvenir, mebel və kiçik oduncaq məmulatlarının üzərinə naxış salınır və yandırma üsulu ilə bəzədilmiş məmulatlardır bunlar. Ağac üzərində bədii yandırma deyirik. Bəs hansı alət vasitəsilə yerinə yetirilir? Bədii yandırma elektrik ucluğu olan qələm vasitəsilə yerinə yetirilir. Evdə və texnologiya dərslərində yandırma xüsusi cihazın elektrik yandırıcısının köməyi ilə yerinə yetirilir və bu alət elektrik yandırıcısıdır. Elektrik yandırıcısı ümumilikdə neçə hissədən ibarətdir? Sadalayaq. Elektrik yandırıcısı 5 hissədən ibarətdir, müəllimlər. Birinci hissəsi gövdəsidir. İkinci hissəsi deməli birləşdirici naqillərdir. Naqil nə idi? Şunur idi da. Birləşdirici naqil dedikdə şunur, yəni izolyasiya edilmiş məftil demək idi. Sonra üçüncü hissəsi plastik tutacaq. Yəni tutmaq lazımdır. Plastikdən olmalıdır ki, bərk isinmə zamanı insanın əli yanmasın. Sonra dördüncüsü közərən ucluqlardan ibarətdir. Və bir də beşincisi nədir? Elektrik qızdırıcısının tənzimləmə qulpu. Demək və temperaturun tənzimlənməsi məhz tənzimləmə qulpunun vasitəsilə yerinə yetirilir. İstehsalatda bədii sənət emalatxanalarında yandırma ilə naxış salma, məişət və sənaye cihazları ilə, eləcə də elektrik yandırıcısının taxılan ucluqları vasitəsilə aparılır. Yandırıcının ucluğu elektrik cərəyanı keçdikdə közərən xüsusi ərintidən hazırlanır. Elektrik yandırıcısı ən müxtəlif naxış və təsvirlərin salınması üçün nəzərdə tutulmuş ucluqlar dəsti ilə təchiz edilmişdir. Yəni, ucluqları dəyişməklə müxtəlif cür naxışlar salmaq mümkündür. Və görək, yandırmanı harda yerinə yetirmək mümkündür? Yandırmanı istənilən hamar və quru oduncaq səthinin üzərində yerinə yetirmək mümkündür. Ancaq ilk öyrənmə mərhələsində toz ağacı, ağcaqovaq, qızıl ağac, cökə, şabalıd oduncağından və oduncaq materiallarından istifadə etmək olar. Nəyə görə? Bu oduncaqlar açıq rənglidirlər, bir cinsli quruluşa malikdirlər və bu zaman yandırılan yerlər tez və bərabər kömürləşir. Təsvir isə aydın və ifadəli olur. Təsviri yandırmamışdan əvvəl məmulatın səthi əsaslı surətdə sumbata kağızı ilə cilalanır. Cilalanmış səthə yandırılacaq təsvir köçürülür. Ən çox yayılmış üsul hansıdır? Təsvirin surət çıxarma kağızı vasitəsilə köçürülməsidir. Təsviri köçürmək üçün bütün xətlərin üzərindən karandaş və deyircəkli qələmlə iz salınır. Bədii yandırma üçün əsas qaydalar. İndi görək hansı qaydalar var? Ümumilikdə 6 qayda var və bunlara nəzər salaq. Yandırma üçün pəstahı hazırlayın. Təsviri çəkin və ya onu surət çıxarma kağızı vasitəsilə pəstahın üzərinə köçürün. Karandaşı tutduğunuz üsulla ucluğu olan tutacağı götürün və elektrik yandırıcısını şəbəkəyə qoşun. Pəstahın hazırlandığı oduncağın tullantıları üzərində ucluğun qızmasını tənzimləyin və yoxlamaq üçün bir neçə ştrix çəkin, yəni xətt çəkin. Düz oturun, ucluğun üzərinə çox əyilməyin. Otağın havasını tez-tez dəyişin. Tutacağa bərk basmayın. Közərmiş ucluğu bir nöqtədə çox saxlamayın. Yandırıb kömür etməyin. Yəni, daha az yandırmaq daha yaxşı olar, daha effektiv olar. Məmulatın səthi üzərində yandırılmış təsviri olduğu kimi saxlamaq üçün karandaş, flomastır, sulu boya ilə rəngləmək və laklamaq olar. Və gəldik elektrik yandırıcısı ilə təhlükəsiz iş qaydaları. Nə cür olmalıdır? Cihazı şəbəkəyə ancaq müəllimin icazəsi ilə qoşun. Yəni, bütün təhlükəsiz iş qaydası kimi
Bu təhlükəsiz iş qaydası da şagirdlərə aiddir. Qoşmazdan əvvəl iş yerindən kənar əşyaları yığışdırın. Əllərinizi və paltarınızı közərmiş ucluqla təmasdan qoruyun. Yəni cihazı elektrik şəbəkəsinə qoşulu vəziyyətdə saxlamayın. İşi qurtardıqdan sonra cihazı söndürün. Elektrik çəngəlini şəbəkədən ayırın. Cihazın soyumasını gözləyin. İşlədiyiniz otağın havasını tez-tez dəyişin.